1922-ci ilin noyabrı Misrin Krallar Vadisində illərdir qazıntı aparan Britaniyalı arxeoloq Howard Carter nəhayət axtardığını tapdı. Qumların altında pilləkənlər, onların sonunda isə 3000 ildən artıq müddətdə bağlı qalmış möhürlü bir qapı vardı. Carter qapıda kiçik bir dəlik açaraq içəri şam tutdu. Onun arxasında dayanan Lord Carnarvon səbirsizliklə soruşdu. Nəsə görə bilirsiniz? Carterin cavabı tarixə düşdü. Bəli, möhtəşəm şeylər görürəm. Otağın içərisi qızıl əşyalar, heykəllər, arabalar və saysız-hesabsız xəzinələrlə dolu idi. Məzarda Misirin gənc firaonu Tutanxamon yatırdı. Təxminən 18-19 yaşında ölən bu firaon həyatı boyunca böyük uğurları ilə tanınmasa da, məzarı onu dünyanın ən məşhur hökmdarlarından birinə çevirdi. Ancaq kəşfin sevincini tezliklə qorxunc bir xəbərlə əvəz etdi. Məzarın açılmasını maliyyələşdirən Lord Carnarvonun üzündə ağcığına dişləməsi yarandı. O həmin yeri ülgüzlə zədələdi və yara infeksiyasına çevrildi. 5 aprel 1923-cü ildə məzarın açılmasından bir neçə ay sonra Carnarvon həyatını itirdi. Mətbuat dərhal bu ölümü Fironun lənəti ilə əlaqələndirdi. Həmin gecə Qahirədə elektriklərin söndüyünü, İngiltərədə isə Carnarvonun itinin ulayaraq öldüyü barədə hekayələr yayıldı. Sonrakı illərdə isə başqa şəxslərin ölümü də lənətin üzərinə yazıldı. Carterin katibi Richard Bettel 1929-cu ildə məmmalı şəraitdə ölü tapıldı. Onun atası isə bir müddət sonra həyatına son verdi. Mətbuat hər yeni ölümü eyni başlıqla təqdim edirdi. Fironun lənəti yenidən can aldı. Bəs həqiqətən məzarı açanların hamısı bir-bir öldümü? Əslində yox. Məzarı kəşf edən Howard Carter hadisədən sonra təxminən 17 il yaşadı və 1939-cu ildə 64 yaşında vəfat etdi. Qazıntıda iştirak edən digər şəxslərin bir çoxu uzun ömür sürdü. 2002-ci ildə yayınlanan elmi araşdırmada məzara daxil olan insanların digərlərindən daha tez öldüyünü göstərən ciddi bir sübut tapılmadı. Təhqiqat lənətlə ölüm halları arasında statistik əlaqə olmadığını göstərdi. Başqa bir ehtimala görə min illərlə qapalı qalan məzarda təhlükəli göbələk sporları və bakteriyaları ola bilərdi. Zəif immuniteti insanlar bu mikroorqanizmlərdən təsirlənə bilərdi. Ancaq Tutanxamonun məzarında ölümlərin məhz bu səbəbdən baş verdiyini təsdiqləyən qəti dəlil yox idi. Ən məntiqli izah isə qəzetlərin sensasiya yaratmasıdır. Dövrün mətbuatı təsadüfi və təbii ölümləri məzarla əlaqələndirərək Fironun lənəti əfsanəsini dünyaya yaydı. Lord Carnarvonun ölümü də tibbi baxımdan yara infeksiyası, qan zəhərlənməsi, sonra isə inkişaf edən pnevmoniya ilə izah olunur. Maraqlıdır ki, Tutanxamonun məzarında tez-tez haqqında danışılan, Fironun yuxusunu pozan öləcək məzmunlu məşhur lənət yazısı aşkar edilməmişdi. Bu ifadələr sonradan yayılan əfsanələrin bir hissəsi idi. Bəs bütün bunlar sadəcə xəstəlik, təsadüf və qəzetlərin yaratdığı qorxudan ibarət idi? Yoxsa 3000 il toxunulmadan qalan məzarda insanların hələ də anlamadığı bir təhlükə gizlidirmi? Bəlkə də Fironun əsl lənəti insanları öldürmək deyil, öz sirrini 100 ildən artıq müddətdə yaşatmaq idi.